Ləman müəllimə bizə desin, müasir toz soranlar bir-birindən nə ilə fərqlənir? Hə, müəllimə, müasir toz soranlar 3 cürə olur hissələri onların. Biri var kisəli toz Birinci soran. nə ilə fərqlənir? Müəllimə onu deyin. Bir-birindən nə ilə fərqlənir? Formalarına görə də müəllimə, quruluşlarına görə, formalarına görə. Tozluğunun quruluşuna görə. Tozluğun quruluşuna görə də, yəni su ilə işləyən də var, tozu yığan da var, torbacıq da var. İndi adları sayım olar hansılardırsa, kisəli toz soran var, bir də siklon tipli toz soran var, bir də su süzgəçli toz soran var. İndi müəllimə, mən sizə sual verim, tələsməyin. Hansıdır ki, burada çirki, tozu, xırda hissəcikləri kisəyə yığılır? Hə, kisəyə yığılan kisəli toz sorandır müəllimə. Doğrudur müəllimə. Bəs hansıdır ki, burada kisə yoxdur? Deməli, toz, çirk, mərkəzdən qaçma qüvvələri hesabına xüsusi konteynerə yığılır. Hə, o siklon tiplidir müəllimə. Siklon tipli toz soranlardır. Doğrudur. Hansında isə toz, çirk, xırda hissəciklər su olan qaba toplanır? Hə, elə adından məlumdur ki, su süzgəçli toz soranlar müəllimə. Doğrudur. Sualda da elə deyilir su olan. Doğrudur müəllimə. Yaxşı, toz soran bir dəfə həyata keçirilir. Nəfəri? toz soran bir dəfə davamlı nə qədər işləyə bilər? Hə, bir dəfə davamlı müəllimə. Deməli, bir dəfə davamlı 30-40 dəqiqə işləyər də. Ondan Doğru. artıq olmaz. Bəli, doğrudur. Yaxşı. Bəs məişət toz soranın gücü neçə vat olmalıdır? Hə, 2000 vat olmalıdır müəllimə. Onu biz demişdik. Bir bu şeydə olurdu toz soranda. Bir də şeydə, nə idi, xaladenikdə idi məncə soyuducuda. Yox, tələsməyin. Hansındaydı? Şeydə, paltar yuvan maşınındaydı. Doğrudur. Bəli, paltar yuvan maşınındaydı müəllimə. Paltar yuvan Doğrudur. maşınındaydı, 2000 voltdan işləyir. Yaxşı, bəs toz soranda kisənin tutumu neçə kiloqram olmalıdır? Hə, o 1.5, 1.8 kiloqrama qədər olmalıdır. Doğrudur müəllimə. Doğrudur. Sağ olun. Hı, tamam. Yaxşı, bizə desin Xurama müəllimə. Müəllimə, toz soranın ən mühüm hissəsi hansıdır? Ən başlıca elementi hansıdır? Toz soranın üç əsas hissədən ibarətdir. Elektrik mühərriki, nasos və filtr. Toz soranın ən mühüm hissəsi tozluq. Bəli. Tozluqdur. Həm Sonra ən vacib hissəsi isə filtrdir. doğrudur. Doğrudur müəllimə. Yaxşı. Deməli, keyfiyyətli filtrləmə havanın neçə faizin hesab edilir? Təmizlənməsi neçə faiz olmalıdır? Keyfiyyətli təmizləmə. 99-dan %95%. Bəli. Əgər 1% belə olsa, qalsa təmiz 99% əks göstəricidir. 1% olsa bu əks göstəricidir. Bəli, ətrafa virus, allergiya, bakteriya yaya bilər. Doğrudur müəllimə, sağ olun. Bizə desin Səbiyyə müəllimə. Deməli, məişət toz soranda tozluğun materialı neydən olur? Tozluqlar dəyişilməyən parçadan, dəyişilən kağızdan və plastikdən olur. Doğrudur. Yaxşı. Dəyişilməyən hansıdır, dəyişilən hansıdır material olaraq? Dəyişilməyən parçadan olur. Dəyişilən isə kağızdan olur. Doğru. Hazırlanır. Doğrudur müəllimə. Doğrudur. Yaxşı. Deməli, toz soranın iş prinsipi nəyə əsaslanır? Elektrik mühərriki ilə nasosu hərəkətə gətirir. Elektrik mühərriki. Bəli, burada da deməli nə edir? Toz soranın şötkası havanı seyrəkləşdirir. Bəli, bunun nəticəsində də toz çirkli sorulur. Sovrulur. Soran vasitəsilə sorulur. Doğrudur. Yaxşı. Bəs toz soranın 3 əsas tərkib hissələri hansılardır? Üç əsas tərkib hissələri yenə də dəyişilən və dəyişilməyən tozluqdur. Sonra mühərriki tozdan müdafiə edən filtrdir. Bir də son təmizləmə filtridir. 3 əsas hissə müəllimə qarışdırmayın. 3 əsas tərkib hissəsi. Elektrik mühərriki. Elektrik mühərriki, nasos və filtr. Doğrudur müəllimə. Doğrudur.